Dəyərli izləyicilər, hər birinizi salamlayıram. Mən biologiya müəllimi Ümid Məmmədov. Deməli, bildiyimiz kimi bugün, yəni iyun ayının 7-si birinci və dördüncü qruplar üçün blok imtahanı keçirilmişdir. Və e, imtahan verən abituriyentlərin hər birinə uğurlar arzulayıram. Bilirəm ki, hər biriniz lazımi nəticəni əldə edəcəksiniz. İştirak edən abituriyentlərin öz suallarını yoxlaya bilməsi və izahlarına baxa bilməsi üçün bugünkü suallarını sizinlə paylaşmaq və izahları vermək istəyirəm. Zəhmətimizə hörmət olaraq və izləyicilərimizin izahları görə bilməsi üçün hər birinizdən videomuzu bəyənməyi və həmçinin də yaxın çevrənizlə bölüşməyi, kanalımıza abunə deyilsinizsə kanalımıza abunə olmağı rica edirəm və keçid alırıq testlərimizin izahına. Sizinlə bölüşdürəcəyimiz, belə deyək, test D variantından biologiya suallarının izahıdır. Və birinci sualımızda başlayırıq izahımıza. Birinci sualımızda soruşur ki, hansı şəkil dəyişmələrdə təpə və yan tomurcuqları ola bilər? Təpə və yan tomurcuqları zoğ üzərində ola bilir. Ona görə zoğ şəkil dəyişmələrini seçəcəyik. Burada 1, 2 və 3 olacaq. A variantı sualımızın doğru cavabıdır. Hansı müddəaları normal inkişaf edən 6 aylı qız uşağına aid etmək olar? Yumurtalıqlarında yetişməmiş yumurta hüceyrələr olur. Deməli, ola bilər yeni doğulmuş qız uşağında yetişməmiş yumurta hüceyrələr olur. Bir doğrudur. İnkişafının postembrional dövrü embrional dövründən uzundur. Xeyr, çünki postembrional 6 aydır, embrional 9 ay olub. 2 yanlışdır. Süd dişlər çıxmağa başlayır. Bəli, çünki 6 aydan çıxır. Böyük ağız dişlər çıxmağa başlayır. Xeyr, qarşı sekresiya vəzlərlə malikdir. Bəli, mədə-altı vəziyə malikdir. Yassı dövrü 1 yaşından sonradır. Ona görə 6 da səhvdir. D variantı 1, 3, 5 olur sualımızın doğru cavabı. Devam edirik. Üçüncü sualımızda. Üçüncü sualımızda uyğunluğu bizdən istəyir. 1, hər üçünə aid olan fikir olmalıdır. 2, adi şamın sarımtıl yaşıl qozası ilə qarğıdanın süpürgət çək qrupuna aid olmalıdır. 3 isə qarğıdalı ilə darının süpürgət çək qrupuna aid olmalıdır. Bozlanmada iştirak edir. Hər üçü A variantını 1-ə yazarıq. Erkəkcik sapına malikdir. Çiçəyi olanlar bu qarğıdalı ilə darıya aiddir. Mayalanma prosesi getmir. Bu adi şamla qarğıdalıya aiddir. Çiçək pulcuğu, çiçək pərdəsi bu taxıllara aiddir. D variantının hər ikisinə yazırıq. Haploid və diploid xromosom yığımlı hüceyrələrə malikdir. Bu hər üçünə aiddir. Deməli, Y variantını da 1-ə yazır. 1-ə A, Y, 2-yə C, 3-ə B, D olacaq. Yəni, C variantı sualımızın doğru cavabıdır. Devam edirik dördüncü sualımızda. Dördüncü sualımızda cinsi çoxalma zamanı əmələ gələn hansı canlının genotipi yalnız ana fərdin qametin genotipi ilə eyni olar. Burada partenogenez yolu ilə çoxalmadan söhbət gedir. Erkək balarısı doğru cavabımızdır. Bitki toxumunun hansı hissəsi və ya hissələri ziqotdan əmələ gəlməmişdir. Burada 2, 3, 4, 5, yəni 1 rüşen tomurcuğudur. 2 gövdəcikdir, 3 kökçükdür, 4 ləpə yarpağıdır, 5 qabıqdır. 1-dən 4-ə qədər hamısı rüşemin hissələridir. Onlar ziqotdan inkişaf edib, yalnız 5 ziqotdan inkişaf etməmişdir. D variantı olur doğru cavabımız. 6-cı sualımızda bütün hüceyrələrin xromosom yığımlarının cəmini istəyir. Spor haploiddir, protonema haploiddir, erkək gametofit hüceyrəsi haploiddir, dişi gametofit haploiddir. Spermatozoid yumurta hüceyrə haploiddir, zigot diploiddir, qutucuq divarı diploiddir. Və topladıqda cavabımız deməli N, N2N, 3N, 4N, 5N, 6N, 8N və 10N. A variantı olur sualımızın doğru cavabı. Devam edirik növbəti sualımızda. 7-ci sualımızda pankreatit xəstəliyi zamanı mədə-altı vəzinin xarici sekretor funksiyası pozulur. Bu doğru fikirdir. Biri götürərik. Mədə-altı vəzini ifraz etdiyi amilazanın miqdarı artır, xeyr, azalır. Bağırsaq mütəviyyatı tuş reaksiyalı olur, bəli. Yalnız karbohidratların həzmi pozulur.
xeyir, yəni turş reaksiyalı olduğuna görə həm zülalların, həm karbohidratların yağların həddi pozula bilər. 1, 3, 5 olacaq. C variantı doğru cavabımız. Sağlam insanda adrenalin miqdarının zamandan asılı olaraq dəyişməsi verilmişdir. T1-dən T2-yə deməli adrenalin azalır. Adrenalin azalırsa qan təzyiqi yüksələr. Xeyir bir səhvdir. Ürəyin işi güclənər, xeyir zəifləyər. Nəbz vurğuların sayı azalar. Bəli. Glukozanın qanda miqdarı azalar. Bəli. 3-4 Y variantı olur sualımızın doğru cavabı. Devam edirik 9-cu sualımızda. 9-cu sualda sayı əzələ ilə enazolda skelet əzələsinin müqayisəsi verilmişdir. 1 yalnız sayı əzələyə, 2 hər ikisinə, 3 isə enazolda skeletə aiddir. 2 qeyri-iradidir sayı əzələsinə, yığılma boşalmaq hər ikisinə aiddir. Budlaq və qıtlaq əzələləri enazolda skelet əzələlərinə aiddir. Mezodermal mənşəli hər ikisi avtonom sinir sistemi ilə tənzimlənir, yəni qeyri-iradidir. Bu sayı əzələyə aiddir. 1-ə A, Y, 2-yə B, D, 3-ə C. Deməli, A variantı olacaq sualımızın doğru cavabı. 10-cu sualımızla davam edirik. Demək, kükürt bakteriyaları və qırmızı bakteriyaları müqayisə edirik. Tradisiyon canlı olsalar da oksigen qazı sintez etmirlər. Bu hər ikisinə aiddir. Fəaliyyəti nəticəsində kükürt əmələ gəlir. Hər ikisinə aiddir. Fotosintez pigment, yəni xlorofilə malikdir. Bu qırmızı bakteriyalardır. Qeyri-üzvü maddədən üzvü maddə sintezi üçün kimyəvi reaksiyalar enerjisindən istifadə edir. Bu kükürt bakteriyasıdır. Xlorofili sərbəst formada sitoplazmada yerləşir. Bu qırmızı bakteriyadır. 1-ə 4, 2-yə 3, 5, 3-ə 1, 2. Y variantı olur. Doğru cavab. Çoban yastığının bal arısı tərəfindən dozlandırılması canlılar arasında münasibətlərin hansına aiddir? Bu mutualizm olacaq, çünki hər ikisi üçün faydalı olan münasibət formasıdır. Y variantı, daha doğrusu C variantı doğru cavabımızdır. Davam edirik növbəti sualımızla. Deməli, 12-ci sualımız ön ətraf quşağı quşlarda kürəkdir, qarğadır, körpücükdür. Kürək 5-dir, qarğa 2-dir, körpücük 3-dür. E variantı olur sualımızın doğru cavabı. Devam edirik 13-cü sualımızda. İnsanın duyğu orqanlarının xəstəliyi deyil. Bu renit, burun boşluğu xəstəliyidir. Deməli, bir aiddir. Enterobiyoz, teniarinxoz qurd xəstəlikləridir. Sirroz, qaraciyər xəstəlidir. Yəni, enterobiyozla teniarinxoz həzm sistemi orqanlarına aiddir. Yəni, 2, 3, 4 olacaq B variantı doğru cavabımız. Coğrafi növ əmələ gəlmə və ekoloji növ əmələ gəlməni Venn diaqramı ilə müqayisə edirik. Divergensiya baş verir hər ikisində. Areal dəyişmir ekoloji növ əmələ gəlmədə. Dağ qaraşamı növü coğrafi növ əmələ gəlmədə. Arı quşunun 5 növü ekoloji növ əmələ gəlmədə. Populyasiyanın gen tərkibi dəyişir. Hər ikisinə aiddir. Sonra indicənin növləri yaranmışdır coğrafida. 1-ə 3, 6, 2-yə 2, 4, 3-ə 1, 5. 3, 6, 2, 4, 1, 5. Y variantı olur sualımızın doğru cavabı. Uyğunluğu müəyyən edin. Deməli, ürək boşluğundan yalnız arterial qan keçir. Bu malyuslara aiddir. B variantını yazarıq ilə. Həm venoz, həm arterial qan bu quşlarla məməllər ola bilər. A, D. Ürək boşluğundan keçən qan nə venoz, nə arterialdır. Deməli, nə venoz, nə arterialdırsa bu həşəratlara aid olacaq. C variantı. 1-ə B, 2-yə A, D, 3-ə C-dir. Y bəndi ürəyində venoz qandır. Bu da heç birisinə aid deyil. Deməli, 1-ə B, 2-yə A, D, 3-ə C. Olacaq D variantı doğru cavabımız. DNT molekulunda ölçüsü guanin ölçüsünə bərabər olan azot ölçüsü olmasaydı. Yəni, AD'nin olmasaydı. AD'nin olmasaydı, timin də olmazdı. Yalnız guaninlə sitozin olacaq.
və transkripsiyada məlumat renti yaranır. Guanin, sitozin qabağında sitozin və guanin olur. Və azot əsası olaraq sadəcə guaninlə sitozin var. Ona görə D variantı 2 olur sualımızın doğru cavabı. 17-ci sualımıza davam edirik. Şəkildə bağırsaq boşluqlar tipinə aid olan canlının həyat dövranı əks olunmuşdur. Doğru mülahizəni müəyyən edin. Burada 1 spermatozoid, 2 yumurta hüceyrə, 3 zigot, 4 planula, 5 polip göstərilmişdir. 1 və 2 bir hüceyrədən ibarətdir. Qamət olduğuna görə bəli, bir hüceyrədən ibarətdir. A variantı olur, doğru cavabımız. Davam edirik 18-ci sualımızla. Deməli, uyğunluğu müəyyən edin, düzgün kəsmələri müəyyən edirik. Fərdi seçmə öz-özünə tozanan bitkilərə aiddir. Arzu olunan əlamətləri möhkəmləndirir. Bəli, doğrudur. Homozigot genotipli fərdlərin sayını artırır. Bəli, doğrudur. Tozluq dənəsi və rüşem kisəsi ayrı-ayrı çiçəklərdə əmələ gələn bitkilərdə tətbiq olunur. Xeyir, öz-özünə tozlanma olmalıdır. Yəni, bu bitkilərdə də öz-özünə tozlanma deyil. Heterozigot genotipli fərdlərin sayını artırır. Bu da səhvdir. Doğru olanlar 1 ilə 2-dir, 1 ilə 2 B variantında verilmişdir. Davam edirik. 19-cu sualımızda. Deməli, X bitkisini, X orqanizmini müəyyən edin. Bığcıqla xitin var, borulu sinir sistemi və qanda karbon qazı yoxdur. Qanda karbon qazı olmayan sadəcə həşəratlardır. Ona görə burada həşəratları seçərik. Həşəratlar da may böcəyi ilə kəpənəkdir. 3-4 C variantı olur sualımızın doğru cavabı. Davam edirik 20-ci sualımızla. Uyğunluğu müəyyən edirik. Deməli, A-cısın dominantdır, marfanla polidaktiliya, AD-ni yazırıq 1-ə. Sonra albinizm, fenilketonuriya, B bəndi olacaq A-cısın resesivə. AD isə C variantı olur. B bəndi bu doğru gəlir. C variantı hemofiliya X ilə keçəndir. Y variantı Y ilə keçəndir. Yəni, C variantı 20-ci sualımız üçün doğrudur. İnsanda hansı fərdi həm daxili, həm xarici sekresiya funksiyasını yerinə yetirir. Yəni, qarışıq vəzini soruşur. Mədaxil vəzi olacaq B variantı doğru cavabımız. Davam edirik 22-ci sualımızla. Dəncirotu, deməli, Quşəbbayi, xanımotu, mərci, tütün, quduzotu, eşək, qanqalı bitkilərində çiçək düsturunda olan struktur elementlərin sayının cəmi. Çiçək düsturu deyirsə, dəncirotun mürəkkəbdəkilər fəsiləçidir, K0, L5, Y5, D1, 5, 5, 1, 11 eləyəcək. Quşəbbayi xaçiçəklərdir, 4, 4, 6, 1 eləyəcək, 15. Xanımotu 5, 5, 5, 1, 16 olacaq. Mərci deməli, 5, 5, 11, 21 olacaq, tütün 16 yenə olacaq, quduzotu 15 olacaq və artır, daha sonra azalır. Bu da B variantına uyğun gəlir. B variantı doğru cavabımız olacaq. Davam edirik 23-cü suallar, artıq açıq suallardır və bunlarda səhv cavablar doğru cavablara təsir etmirlər. 23-cü sualımızda Klamidium adadan söhbət gedir, doğru mülahizələri istəyir. Həm haploid, həm diploid xromosom dəstinə malik hüceyrələr yaranır. Bəli, haploid orqanizmin özü, qamətləri, diploid zigotdur. Yalnız cinsi yolla çoxalır, xeyir. Zigotu mitoz yolla bölünür, xeyir, meriz yolla bölünür. 4 doğrudur. Hazır üzüm maddələrlə qidalana bilər. Düşünürəm ki, cinsi çoxalma zamanı zigot mərhələsində hazır üzüm maddələrlə qidalana bilər. Ona görə 5-i də götürmək istəyirəm. 1, 4, 5 olur doğru cavabımız. 24-cü sualımız DNT molekulunda. Düşünürəm ki, bu sual, bəlkə də bu sual, belə deyək də, test içərisində belə nisbətən çətin olan və uşaqlardan düzgün məntiq tələb edən suallardan biridir. DNT molekulunda əvvəlcə istəyirəm ki, nukleotid quruluşu çəkim, azot əsası, karbohidrat və fosfat qalığı, yenə azot əsası, karbohidrat, yəni pentoza və fosfat qalığı, qarşı zəncirdə azot əsası, pentoza və fosfat qalığı, azot əsası, karbohidrat və fosfat qalığı. Rabitələr, məsələn, adenin timin arasında 2 qat rabitə, guanin sitozin arasında 3 qat rabitə. Hidrogen rabitələri 2400-dür, bu bəllidir.
Azot əsaslarının əmələ gətirdiyi rabitə sayı. Azot əsasları görürük, həm hidrogen rabitəsi əmələ gətirirlər, həm də yanındakı karbohidratla rabitə əmələ gətirirlər. E, Və bir də karbohidratla digər nukleotidin fosfatı arasında rabitə var, polyar kovalent rabitə. Biz ümumi azot əsaslarının əmələ gətirdiyi rabitələrdən hidrogen rabitəsini çıxsaq, azot əsası ilə karbohidrat arasındakı rabitənin sayını tapa bilirik. O da bizə ümumi nukleotid sayını verir. Ona görə n bərabərdir 4400 çıxılsın 2400. Bərabərdir 2000. 2000 nukleotid vardır burada. Bizdən nə istəyir? Pentozaların əmələ gətirdiyi rabitələrin sayını istəyir. Pentoza ortadakı molekuldur. İki rabitə nukleotidin daxilində əmələ gətirir. Əgər 2000 nukleotid varsa, deməli 4000 rabitə nukleotid daxili rabitədir. Və n çıxılsın 2 qədər də rabitə nukleotidlər arasında əmələ gətirir. N çıxılsın 2 isə deməli 1998 rabitədə o olacaq. 4000 üstə gələk 1998 bərabərdir 5998. Sualımızın cavabı 5998 olacaq deyə düşünürəm. Davam edirik 25-ci sualımızla. Deməli, Exinokokun həyat dövranı soruşur ki, insan bədənində hansı mərhələlər gedə bilər? Ümumiyyətlə, yetkin fərd əsas sahibinin bədənində olur, insan onun aralıq sahibidir. Ona görə yetkin fərdlə əlaqəli olanlar insan bədənində olmaz. Yumurtanın 6 qarmaqlı sürfəyə çevrilməsi baş verər. Bir də 6 qarmaqlı sürfənin filnaya çevrilməsi baş verər. Yəni 2-3 olur doğru cavabımız. Qurbağaya aid olan doğru ifadələr ürək boşluğunda 2 növ qan, xeyir, döş sümüyünün gövdə skeletinə aid olmaması, bəli. Bədən temperaturunun xarici mühit temperaturundan asılı olmaması, bu səhvdir, asılıdır. Uzun borlu sümüklərin postterminal dövrdə əmələ gəlməsi, bu doğrudur. Postterminal dövrdə hiss orqanlarının müxtəliflik sayının azalması, bu doğrudur, çünki yan xət orqanı yoxa çıxır. Ontogenezində bir növ tənəffüs orqanına malik olması, xeyir, 3 növ ümumilikdə tənəffüs orqanına malikdir. 2, 4 və 5 olur doğru cavabımız. Davam edirik növbəti sualımızla. İyirmi 7-ci sual və situasiya qalır. Deməli, fotosintez edici pigmentin əmələ gəldiyi era. Fotosintez yaranmışdır arxa erasında bakteriyalarda və pigmentdə, fotosintez edici pigmentdə həmin erada olar. Ona görə A variantı olar 1-ə. İlk dəfə toxumla çoxalan bitkilərin əmələ gəldiyi era. Toxumla çoxalan bitkilər ilk dəfə çıplaq toxumlar çoxalıb paleozoik erasında yaranıb, C yazarıq 2-yə. Bir toxumun əmələ gəlməsində ilk dəfə 2 sperm iştirak etdiyi eradırsa, bu örtülü toxumlar şöbəsinin yarandığı eradır. Bu da mezozoik erası Y-bəndir. 1-ə A, 2-yə C, 3-ə Y olacaq doğru cavabımız. Davam edirik situasiya suallarımızla. İlk hamiləliyi olan sağlam qadının şəkildə göstərilən orqanlar sistemində ultrasəs müayinəsi zamanı həkim müəyyən etdi. Əkizlərin sayı 3-dür, bir yumurta əkizidir, cinsi oğlandır. Yəni 3 dənə XY, yəni oğlan qeyd eləyəcək, XY, XY. Hamiləliyin müddəti 5 aydır və sualda 28-dən nə istəyir? Əkizlərin ontogenezinin hansı orqanda başlandığı? Maylanma uşaqlı borusunda baş verir C-də. Yəni birin cavabı burada C olacaq. Həmin orqanı sinirləndirən simpatik sinirlərin baş və ya onurğa beynin hansı şöbəsindən başlanğıc aldığını yazın. Simpatik sinirlər burada onurğa beynin B şöbəsindən gəlir. Ona görə onurğa beyin B şöbəsi olaraq qeyd eləyərik. Və 29-cu sual cavab vərəqi şagirdlərdən soruşduğum qədər cavab vərəqində deməli sarı cismin və ciftin sayı və embrional inkişafın hansı mərhələlərində hormon ifraz etməsini soruşur. Deməli, sarı cisim düşünürəm ki, 1 olacaq, çünki bir yumurta üzrə burada mayalanıb və bir yumurtalıqda, yəni yumurta əkizləri olduğu üçün bir yumurtalıqda əmələ gələcək.
və həm başlanğıc dövrdə, yəni hamiləlik dövründə ciftin hormon ifraz etdiyi dövrə qədər fəaliyyət göstərir. Ona görə başlanğıc, rüşeyn və döl dövrü qeyd edərik. Və cift isə yenə bir ədəd olacaq. Sonra bu da yalnız döl dövründə hormon ifraz edəcək. 30-cu sualımızda bu əkizlər minimum neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir? Deməli, neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir? Burada bizə 3 blastomer lazımdır. 3 blastomer lazımdır. Deməli, bu əkizlər minimum neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir? Deməli, 1 zigot bölünür, 2 blastomer əmələ gətirir, 2 blastomer bölünür, 4 blastomer. Yəni, bizə 3 blastomer lazımdır. Amma 3 blastomeri əmələ gətirmək üçün 4 dənə blastomer belə deyək, əmələ gəlir. Və bu zaman neçə blastomer bölünür? 2 blastomer bölünür. O cəhətdən birin cavabı 2 blastomer olacaq. Elə düşünürəm. Deməli, birin cavabı 2 blastomer olacaq. Şəkildə B orqanının bir hüceyrəsinin xromosom müxtəlifliyi sayının, deməli, B orqanının bir hüceyrəsi qadın orqanizminə aiddir. Somatik hüceyrə xromosom müxtəlifliyi 23 olacaq. Deməli, o 2 üçün bunu qeyd edirəm, 23. Və bu əkizlərdən birinin bir nüvəli somatik hüceyrəsi oğlan uşağıdır. Xromosom müxtəlifliyi 24 olacaq və 23 bölünsün 24 olar deyə düşünürəm. Sualları belə deyək də, müəllim yoldaşlarla və ümumi olaraq dərsliklərdən axtararaq analiz etməmişəm. Əgər hər hansı bir sualda diqqətsizliyə yol vermişəmsə, hər hansı bir sualı cavabını səhv izah etsəm, buna görə üzrlü hesab edin. Ümid edirəm ki, suallarımızın izahı hər biriniz üçün faydalı olacaq. Əgər hansısa sualda yanlışlığa yol vermiş olsam, rəy bölməsində əlavə olaraq qeyd edərik. İzlədiyiniz üçün diqqətinizə görə hər birinizə təşəkkür edirəm. Növbəti videolarımızda görüşənədək hələlik. Artık özünde yaman çıkmışsın.